İşimiz gücümüz, sözümüz söhbətimiz işdir. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Bugünkü həmsöhbətimiz isə 5-ci yüksəliş müsabiqəsinin daha bir qalibi Fərid Mustafayevdir. Fərid həmçinin də risk mütəxəssisi olduğuna görə biz onunla birlikdə bugün həm risklərdən danışırıq, həm də ümumiyyətlə qərarların qəbulunda qeyri-müəyyənliklər necə idarə olunmalıdır, ümumiyyətlə idarə edilməsi mümkündürmü ya yox, bütün bunları müzakirə edəcəyik və sizin də mövzuyla bağlı deyəcək sözünüz, sualınız olsa bizimlə əlaqə saxlaya bilərsiniz. Telefon nömrəmiz açıqdır. İşinizi asanlaşdırmaq üçün telefon 012 404 11 22. Fərid, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük, çox sağ olun. Necəsiz? Təşəkkür edirəm. Böyüyəndə risk mütəxəssisi olmaq üçün, yəni haranı bitirmək lazımdır, nə oxumaq lazımdır? Təəssüf ki, risk sahəsi nisbətən yeni sahələrdən biridir. Ona görə də mənim ən azından bakalavr oxuduğum vaxtda standart risk mütəxəssisi hazırlığı yox idi. Ona görə də risk sahəsi yeni yarandığına görə adətən keçmiş audit sahəsində, maliyyə sahəsində, biznesin idarə edilməsi sahəsində təhsil almış belə deyək, məzunlar daha çox risk sahəsinə yönəlməyə başladı. İndi son dövrlər həm risklərin artmasına görə, həm risk menecmentə marağın daha çox artmasına, şirkətlərin riskə daha çox dəyər verməsinə görə artıq risk mütəxəssislərinin hazırlığı müəyyən qədər dəbdədir hazırda, belə deyək. Universitetlərdə hələ bakalavr səviyyədə mən bilmirəm, xatırlamıram, amma magistr səviyyədə artıq bir neçə universitetimizdə və xüsusilə xaricdəki universitetlərin əksəriyyətində risk menecmenti ixtisası var. Amma belə maliyyəçi olmaq lazım. Yəni onlar gəlib sonra risk mütəxəssisi olurlar. Əsasən bəli, maliyyə və iqtisadiyyat sahəsində təhsil almış adamlar daha çox risklə idarə edilmə sahəsində uğurlu olurlar deyə bilərik. Bu nə ilə bağlıdır sizcə? Əslində daha çox maliyyə yönümlü olduğuna görə risklərin, həmçinin IT sahəsində bunu əlavə eləmək olar. Məlum məsələdir ki, kiber təhlükəsizlik riskləri texnologiyanın həyatımızda daha aktiv rol almasına görə kiber təhlükəsizlik riskləri də artmaqdadır. Buna görə IT mütəxəssisləri də IT riskləri sahəsində uğurlu olurlar, amma əsasən risklər dedikdə şirkətlər əsasən maliyyə itkilərini göz önünə alaraq, maliyyə cəhətdən biz nələri itirəcəyik, bunlar baş versə, ona görə hesablama tərəfində olduğuna görə və müəyyən qədər iqtisadi bilik, yəni dünyanın hansı istiqamətə getməsi, sektorun hansı istiqamətə getməsi səbəbindən daha çox maliyyə və iqtisadiyyat sahəsində oxuyan tələbələr daha uğurlu olurlar və risklə daha rahat keçid edirlər deyə bilərik. Bütün riskləri əvvəlcədən proqnozlaşdırmaq olur? Yəni nəzəri olaraq bəlkə də mümkün ola bilər, amma praktiki olaraq mümkün deyil. Belə bir anlayış var risk menecmentdə, unknown unknowns, yəni bilinməyənlər. Bu həmişə var və burada bir çox faktordan qaynaqlana bilər. Məsələn, deyə bilərik ki, biz məlumat məhdudiyyəti ola bilər. Bütün məlumatlar əlbəttə ki, mümkün deyil bütün məlumatları toplamaq. Həmçinin məşhur belə bir deyim var, Black Swan events, yəni qara ququşu. Bu nə anlama gəlir? Ən yaxşı misallarından biri 2008-ci ilin maliyyə böhranı və 2020-ci ilin COVID-19 koronavirus krizini demək olar. Çünki insanlıq hələ də bu həcmdə, tam böyük həcmli bir böhran görməmişdi və bu qədər qapanma indiyə qədər olmamışdı. Ona görə də necə hazırlaşmaq lazımdır? Yəni mövcud hadisə hansı dərinliyə qədər gedə bilər? Yəni bunları proqnozlaşdırmaq çətindir. Üçüncü məsələ əlbəttə ki, əməliyyat prosesində, iş prosesində insanlar olduğu yerdə, insanlar rasional olduğu qədərilə emosional da qərarlar verirlər və bu irrasional tərəflər olduğuna görə hər şeyi proqnozlaşdırmaq və hər şeyi əvvəlcədən hesablamaq mümkün deyil əlbəttə ki. Ki məncə emosional qərarlar daha çoxdur. Dəyişir bu əsasən düşünürəm. Yəni hazırda idarəetmədə emotional intelligence, yəni emosional zəka da çox rol oynamağa başlayır. Nəzərə alsaq ki, süni intellekt hələ ki daha çox insanların intellectual quotient, yəni intellekt tərəfini, hesablama tərəfini müəyyən qədər özündə ehtiva eləyə bilər, amma yəni insan olduğu yerdə həmişə emosiyalar olur və bunu hələ ki süni intellekt kömək eləyə bilmədiyinə görə artıq idarə etmədə emosional zəkanın rolu artır və artmaqdadır. Böyük ehtimal həmişə insan idarə etmə prosesində olduğu müddətcə də bu davam eləyəcək. Həm idarə etmədə, həm biz bir müştəri kimi nəsə almaq haqqında düşünəndə markaya olan bağlılığımız filan bəzi məqamlarda düzdür, bunu izah edə bilirsən, yəni səbəbləri özüvə və anlayırsan da niyə belədir. Amma bəzən də olur ki, sən bunu edirsən və başa düşmürsən bu niyə belədir. Niyə belə qərar verdin? Niyə onu aldın? Evdən çıxanda əslində elə bir ağlında fikir yox idi.
Belə deyək, insan ümumiyyətlə... Mən tək belə deyiləm də, düzdür? Əlbəttə. Bir təəccüblü baxırsan. Yəni belə bir psixoloqların araşdırması var ki, insan gün ərzində 35-40 min arası qərar verir. Çox böyük rəqəm səslənir, amma bunlardan çox böyük əksəriyyəti mexaniki şuuraltı qərarlardır. Məsələn, adi belə deyə səhər-səhər zəngili saatın səsinə oyananda indi mi oyanım, 1 dəqiqə sonra mı oyanım? Hər şey oradan başlayır. Bəli, görəsən işə indi çıxsam çataram mı, çatmaram mı? Bəzi var indi çıxım deyir. Yəni bunlar düzdür, yəni riskli olaraq nisbətən kiçik riskli qərarlardır. Bəzilərini ümumiyyətlə yadımızda saxlaya bilmirik. Nəzərə alsaq ki, biz sutkanın maksimum 17-18 saatına oyaq oluruq. Hər saat başı 2000 qərar edir. Yəni bunları şuuraltı beynimiz çox-çox böyük əksəriyyətini mexaniki olaraq verir. Bu şuuraltına formalaşmış və təəssüf ki, marketinqində hazırdan çox yönəldiyi sahələrdən biridir. Şuur altında bu markaya bizə bağlılıq yaradır ki, bunu almalıyıq və ya standart olaraq, məsələn, tutalım ki, hansısa bir markanı biz həmişə almışıq və beynimiz bizi yenə ora aparır. Çünki beyin insanın ən tənbəl orqanlarından biri sayılır və beyin yeniliyi sevmir, yeni düşünməyi sevmir. Yaddaşda gedir, yoxlayır, nə varsa onu tətbiq eləməyi sevir. O təəssüf ki, ona görə də biz bəzilə mexaniki olaraq bəzi qərarları alırıq istəməsək belə. Bir də bax deyirsiniz ki, biz 35-40 min arası təxminən qərar qəbul edirik. Bu məsələn qərarların sayının gün ərzində çox olması, yəni bu onun keyfiyyətinə də təsir edirmi ya yox? Nə qədər az qərar versək, o qədər mi daha keyfiyyətli qərarlar verə bilərikmi ya yox? İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. 5-ci yüksəliş müsabiqəsinin qalibi Fərid Mustafayev studiyamızdadır. Biz Fəridlə birlikdə qərarların qəbulunda risk və qeyri-müəyyənliklərin idarə edilməsi haqqında danışırıq və orada qalmışdıq ki, əgər gün ərzində daha az qərar qəbul etsək, bu o deməkdirmi ki, onlar daha keyfiyyətli olacaq? Yəni adətən bəli. Yəni bunu deyə bilərik. Belə bir yanaşma var ki, ümumiyyətlə buna decision fatigue deyilir akademik dildə, yəni qərar yorğunluğu. Yəni insan çox qərar verdikcə, zaman keçdikcə gün ərzində qərarların keyfiyyəti aşağı düşməyə başlayır. Bununla bağlı statistik çox araşdırmalar aparılıbdır. Məsələn, adi bir bank rəhbərinin, bir kredit mütəxəssisinin günün birinci yarısında verdiyi qərarlar, ikinci yarısında verdiyi qərarlardan bir qayda olaraq, statistik olaraq daha yaxşı nəticə verir. Bu göstərir ki, zamanla beyin yorulur, çünki bütün qərarları verərkən biz enerji sərf edirik. Bununla maraqlı müəyyən böyük şirkətlərin CEO-larının, yəni rəhbərlərinin də yanaşmaları var ki, onlar adətən rutin eləyirlər bunu. Məsələn, gündəlik hansı paltarı geyinim bunu rutinləşdirir və buna enerji sərf eləmir. Və ya məsələn, səhər yeməyində nə yeyim, bunların hamısını planlaşdırır başdan və artıq gündəlik olaraq bunu enerji sərfləmir. Həmçinin səhv etmirəmsə Amazonun CEO-su, yəni rəhbəri Jeff Bezos'un belə bir yanaşması var idi ki, günün birinci yarısı vacib qərarlar verin, ikinci yarısı artıq səhv etmə şansınız xeyli çoxalır. Sizə elə gəlmirmi ki, sanki biz də elə günün birinci yarısında işləsək və ikinci yarısı işləməsək, yəni iş mühiti də belə qurulsa daha yaxşı nəticələr olacaq, yox? Çətin sualdır, düşünürəm. Sizin şəxsi fikrinizi soruşuram. Yəni qanunvericiliyin onsuz da biz təsir etməyəcəyik, sadəcə müzakirə edirik. Yəni düşünürəm ki, bəli, yəni iş saatlarını nisbətən azaldılsa və daha optimal olsa, nəzərə alsaq ki, yəni insanın praktik olaraq 8 saatlıq iş rejimindən hamısını fasiləsiz olaraq işləmək şansı yoxdur. Effektivliyin artırılması üçün bəlkə də günün müəyyən qədər iş saatının qısaldılması və gün sonunda olan vacib hissələrin bəlkə də səhəri günə keçirilməsi və ya növbəti günləri keçirilməsi daha uğurlu ola bilər. Tamamilə razıyam Fərid sizinlə. Yoxlamaq lazımdır. Və siz yüksəliş müsabiqəsi boyunca final mərhələsində xüsusilə o 3 gün olur da ard-arda, düzdür? Həmin günlər ərzində effektivliyinizi necə qoruyurdunuz? Hansı saatlarda daha özünüzü yaxşı hiss edirdiniz, yaxşı qərarlar verirdiniz? Yəni düşünürəm mən də bütün insanlar kimi başlanğıcda daha yaxşı idim. Yəni nəzərə alsaq ki, 3-cü gün sonu xüsusilə bazar günü, günün ikinci yarısında çox yorğunluq olur. Amma niyəsə məndə belə bir hiss var idi ki, həmişə ən axırıncı кейslərdə daha yaxşı performans göstərənlər daha uğurlu olur. Çünki bunda sonuncu yadda qalma məsələsi var ki, adətən qiymətləndiricilər ən yaxın olan vaxtda daha uğurlu olan insanları daha yaxşı yadda saxlayırlar. Ola bilər. Düzdür, hər keyslər boyunca gündə 2 dəfə dəyişsə belə
qiymətləndiricilər, amma yenə də düşünürəm ki, enerjini düzgün bölmək çox faydalı olardı. Ona görə səhv etmirəmsə mən finalın son gününün ikinci yarısında daha çox yorulduğumu düşünürəm, amma yarım finalda bunu hiss etməmişdim. Yəni nə yordu sizi? Hansı кейslər və ya hansı mövzular? İndi bilirəm, hamısını burada danışmaq olmaz, amma nəyi demək olarsa? Yəni birincisi istər-istəməz burada bir gərginlik var. Bu yarışdır, rəqabətdir. İkincisi artıq insan nəyisə bitirməyə doğru gəldikcə artıq düşünür, o insanlar biraz tükənmişlik də olur ki, artıq bitsə, son yarım saat qalıb, 1 saat qalıb, ən sonuncu keys qalıb. Bu psixoloji olaraq da müəyyən qədər bizi düşünürəm ki, yorulmuşam deyə beyin yavaş-yavaş insana bunu bildirməyə başlayır. Bəs qalib edən xüsusiyyət nə oldu sizə? Hansı səriştənizə görə bal aldınız? Yəni qiymətləndiricilərin də həm yarımfinal, həm final qiymətlərimə baxdıqda strateji düşüncə və analitika tərəflərdə çox maksimuma yaxın ballar almışdım. Həmçinin komanda işi, kommunikasiya hissələri yaxşı idi. Strateji düşüncə falan bu yəqin maliyyəçilərin hamısında yaxşı olur. Yaxşı maliyyəçilərdə olur da yəqin daha doğrusu. Bəli, bunu belə adlandırmaq olar. Yəni o risk mütəxəssisi olduğuma görə bunlar olmazsa olmazlardan biri sayılır ki, strateji düşüncə. Çünki risk belədir ki, biz gələcəyi proqnozlaşdırırıq və bu hadisə belə olsa necə olar? Yəni hər bir ssenari üzrə, ssenari strategiya tələb edir. Yəni çünki risklərdə proqnozlar üzərində qurulur hər şey. Proqnozlarda bir neçə proqnoz ola bilər. Yəni standart ssenari ola bilər, əlverişli ssenari ola bilər, əlverişsiz ssenari ola bilər və hər ssenari üzrə hansı addımlar atılmalıdır? Bunlar strateji əvvəlcədən ehtimal əsaslı düşünməyə vadar eləyir, insanları məcbur eləyir. Yəni siz bunu şirkətlərdə edirsiniz, çalışdığınız şirkətdə, məsələn bu maliyyə ilə bağlı hansı risklər ola bilər? Bunları hesablayırsınız? Bəli, hesablana bilən risklər də var, hesablana bilməyən risklər də var. Riskin belə də riskin zonaları var. Yəni aşağı risklər, orta risklər və yüksək risklər olaraq 3 yerə bölünür. Risklər qiymətləndirilərkən və bütün risklər ehtimal və təsir olaraq qiymətləndirilir. Ola bilər ki, ehtimalı çox olan risklər var, amma təsiri azdır. Biz buna yaşıl zona adlandırırıq və bunları adətən qəbul edirik. Məsələn, standart iş prosesində insanların səhv etməsi bu qaçılmaz bir prosesdir. Adətən burada əgər biz nəzarət mexanizmlərini kifayət qədər normal qoysaq, itkilər az olur. Amma bəzi risklər deyə bilərik ki, onun təsiri həddən artıq çoxdur, amma ehtimalı aşağıdır. Məsələn, təbii fəlakətlərin olma riskinin ehtimalı azdır, amma olsa çox böyük təsirlər ola bilər. Yəni bizim əsas hədəfimiz ən yüksək riskləri prioritetləşdirməkdir. Məlum məsələdir ki, bütün riskləri idarə etmək, eyni səviyyədə resurs ayırmaq həm qeyri-effektivdir, həm də ki, mümkün deyil. Ona görə riskləri ehtimal və təsir olaraq prioritetləşdirmək lazımdır ki, ən yüksək olma ehtimalı olan və ən yüksək təsir olan risklərə daha çox nəzarət mexanizmlərini tətbiq etmək daha uğurlu olur bir qayda. İndi məsələn, siz o məlumatları biləndən sonra, bütün proqnozlar artıq dəqiqləşdi, data filan sizdə var. Siz ona necə təsir edə bilirsiniz? Çünki həmişə axı olmur şirkət hər hansı o dediyiniz risklərlə qarşılaşanda onun öhdəsindən gəlsin. Bəli, olmadığı da olur. Burada bizim əvvəlki sualların birində vurğuladığımız Black Swan, qara quşu hadisələrini məsələn deyə bilərik ki, proqnozların belə çox üstündə itki ola bilər. Məsələn, deyək ki, bir məhkəmə prosesi var. Şirkət müəyyən qədər proqnozlaşdırır ki, mən 60% ehtimalla məhkəməni uduzacam və hər hansı məsələn 10 milyonluq zərər olacaq. Amma olur ki, şirkət məhkəməni uduzur, məhkəmənin qərarı 100-150 milyon olur. Bu riski düzgün hesablaya bilməyib və bu qədər hadisələrin daha da irəli gedəcəyi təxmin olunmuyubdur və bilmədiyimiz məlumatlar var. Çünki həmişə bilmədiyimiz nələrsə olur. Bu qeyri-müəyyənliklər artdıqca məlum məsələdə risklər artır və ölçülə bilmə imkanları həmişə aşağı düşür. Məsələn, biz insanların qərar qəbulundakı risklər haqqında danışaq. Məsələn, bəzi insanlar var ki, bunu ümumiyyətlə ləngidir, çünki düşünür ki, yəni birdən risk o anla qarşılaşmamaq üçün ümumiyyətlə heç nə etmirlər. Sizcə bu mu daha risklidir, yoxsa hətta səhv qərar belə vermək daha az risk daşıyır? Heç bir şey etməməkdən müəyyən bir qərar verməkdir. Bu bəzən uğurlu ola bilər, bəzən uğursuz ola bilər. Tutalım ki, məsələn, insanların gündəlik bəzən görür ki, çox ciddi qeyri-müəyyənlik var. Bu vaxt gözləmək, daha çox məlumat yığmaq, biraz səbr etmək bəlkə də uğurlu ola bilər. Amma ola bilər ki, addım atmamaq müəyyən fürsətləri, müəyyən imkanları qaçırtmaqla da
yəni nəticələnə bilər. Hər iki yəni situasiyadan asılıdır. Amma ümumi olaraq belə bir deyim var ki, həmişə ən pis qərar qərarsızlıqdan daha yaxşıdır. Çünki qərarsızlıq anında artıq idarə etmə, kontrol əldən çıxır. Artıq qeyri-müəyyənlik arta-arta gedir. Amma pis qərar olsa belə onu dəyişmək olar proses ərzində. Yəni yenidən təhlil edib addım atmaq olar. Bundan mən düşünürəm ki, ən yaxşısı daha qısa və çevik qərarlar verməkdir. Yəni bütün prosesi başdan ayağa qərarlaşdırmaq ki, bizim istiqamətimiz necə olacaq, yox, daha çox mərhələ-mərhələ qərar vermək. Mərhələli qərar vermə daha uğurlu olur ki, yəni müəyyən bir addım ataq, onun nəticəsini təhlil eləyək qısa müddətdə, ona uyğun təzədən addım ataq. Yəni və strategiya planları hazırlanılır, 5 illik, 10 illik. Yəni bir qayda olaraq görürük ki, adətən 5 illik, 10 illik strategiyaların ortasında müəyyən dəyişikliklər etmək məcburiyyətində qalırıq. Yəni nəzərə alsaq ki, texnologiya çox sürətli inkişaf edir, dünya çox sürətlə dəyişir. İnsanların seçimləri, insanların üstünlük verdikləri dəyərlər çox tez dəyişir. Ona görə də çox uzun müddətli strategiyalar, əlbəttə vacib olan hansı istiqamət dəyişmir, amma bu strategiyanın özündə müəyyən dəyişikliklər həmişə olur və bu kifayət qədər normaldır indiki vəziyyətdə. Müşahidələrinizə görə şirkətləri ən çox böhrana aparan səbəb nə olur? Məsələn, hansı riski əvvəlcədən düz görməyəndə və ya anlayır amma başa düşür, proqnozlaşdı amma öhdəsindən gələ bilməyəndə bu artıq birbaşa böhran deməkdir. Əsasən buna misal olaraq 1990-cı illərin buna iqtisadiyyata .com krizisi deyilir. Yəni .com bu IT şirkətlərinin sürətli böyümə. Ümumiyyətlə belə bir yanaşma var ki, həm maliyyə şirkətləri, həm startaplar əsasən likvidlik risklərindən daha çox əziyyət çəkirlər. Baxın, məsələn, sürətli böyümə strategiyası olur, amma böyüməni maliyyə cəhətdən əhatə edə bilmir. Yəni maliyyə resurslarını tapa bilmir lazım olan. Məsələn, lazım olan deyək ki, bir layihəyə başlayır, 300 milyon dollar pul lazımdır, amma onu banklardan götürə bilmir və şirkətin strategiyası nə qədər uğurlu olsa, nə qədər düzgün hesablansa da, şirkət sonunda iflas eləyir. Öz borclarını qarşılaya bilmir. Ən kritik olan likvidlik riskləridir. Ümumiyyətlə, ən tez şirkətləri iflasa sürükləyən də təəssüf ki, likvidlik riskləri olur. Bu bacarığı insan özündə sizcə necə inkişaf etdirir? Riskləri düzgün idarə etməklə bağlı, qeyri-müəyyən bir şəraitdə davam etmə. Çünki hər zaman bütün suallarımızın cavabı yoxdur. Hər şeyi proqnozlaşdırıb dəqiqləşdirə bilmirik. İstər karyera ilə bağlı qərarlarda, istərsə bizneslər öz hər hansısa bir qərar alanda, yəni necə bu sahibkarlar xüsusilə də və ya layihə rəhbərləri necə bu bacarıqların inkişaf etdirə bilərlər ki, birincisi onlar risk götürə bilsinlər, çünki hər kəsdə bu da olmur və daha sonra onları düzgün idarə etmək. Düşünürəm ki, burada birinci maksimum dərəcədə məlumat toplamaqdır. Çünki nə qədər çox əldə məlumat varsa, o qədər düzgün qərar vermə ehtimalı artır. Yəni risklər çox da təhlükəli deyil. Nəzərə almaq lazımdır ki, bəli, risklər qeyri-müəyyənliklərdən daha az təhlükəli. Çünki qeyri-müəyyənliklərdə nə olduğunu bilmirik, amma risklərdə ehtimalın nə qədər olduğunu və bizim maksimum nələr itirəcəyimizi bilirik. Yəni əsas hədəf olmalıdır ki, maksimum dərəcədə qeyri-müəyyənlikləri risklərlə əvəz edək, imkan bunlar sinonim deyil sizcə? Yox. Qeyri-müəyyənliklərdə ehtimal nə qədərdir, təsir nə qədər olacaq, hamısı qeyri-müəyyəndir. Yəni bunu bilmirik. Risk də elədir də. Riskdə hesablaya bilirik. Ən azından proqnozlaşdıra bilirik ki, standart vəziyyətdə, əlverişsiz vəziyyətdə, çox əlverişsiz vəziyyətdə biz nələri itirəcəyik, nələrə hazır olmalıyıq. Düşünürəm ki, karyerada da bulardır. Yəni ssenari analizi çox vacibdir. Yəni hər ssenaridə növbəti addımım nə olacaq deyə hazırlaşmaq lazımdır. İkinci, bu prosesdə həm şirkət olaraq, həm insan olaraq buna yaddaş, şirkətlərdə buna institusional yaddaş deyilir. Yəni biz buna oxşar proseslərdə nələrlə qarşılaşmışıq və insan öz yaddaşına baxır ki, beyin olaraq araşdırır ki, mən buna oxşar situasiyalarda nələr etmişdim. Yəni hansı istiqamətdə qərarlar olmuşdu və bunun təsirləri nə qədər olmuşdu. Düşünürəm ki, bu iki istiqamətdə bir də maksimum dərəcədə insan olaraq da, şirkət olaraq da adaptivliyi və çevik qorumaq məcburiyyətindəyik. Yəni dövrümüzün sürətli dəyişkənliklərinə uyğunlaşmaq məcburiyyətindəyik. Böyük şirkətlərdə bu kifayət qədər çətindir. Sizin dediyiniz məsələləri təmin etmək. Sizcə bu istiqamətdə şirkətlər necə öhdəsindən gələ bilər? Məsələn, necə adaptiv? Maliyyəçinin gözündə adaptivlik nə deməkdir? Adaptivlik çox maraqlı sualdır. Adaptivlik
budur ki, dediyim kimi, mərhələli şəkildə idarə etmə prinsipi olsa, yəni düşünürəm ki, daha uğurlu ola bilər ki, məsələn, birinci mərhələdən sonra biz hansı addımı atacağıq? Yəni birinci mərhələ artıq oldu, biz ilk mərhələni uğurla keçdikmi? Məsələn, bir ilin sonunda yox, gəldiyimiz yola ay, bəlkə rubli əsasda və ya daha sürətli ola bilər ki, məsələn, hansısa bir deyək çox şirkətə təsir edəcək bir qərar oldu. Biz onu hansısa rutin şəkildə yox, həmin anda qərar versək daha uğurlu olarıq deyə düşünürəm. Bu məqamda komanda üzvlərini də yəqin ki, uyğunlaşdırmaq lazımdır. Məsələn, siz nəyisə bir riski ölçürsüz və qərar istər yüksəlişdə olsun, istər çalışdığınız şirkətdə başa düşürsüz ki, komanda üzvləri də buna inanmalıdır. Bax, onları necə eyni məqsədə, eyni hədəfə gətirirsiniz? Ya burada ən önəmlisi idarə etmədə hazırki dövrdə kommunikasiyadır. Düzgün kommunikasiya aparılsa, hədəfimiz nədir, hansı istiqamətə gedirik, nə qədər açıq şəkildə bütün proseslər məlumat verilsə, düşünürəm ki, komanda həm motivasiya cəhətdən, həm də reallıq bizim hədəfimiz nədir, hara gedirik, hansı istiqamətə gedirik, çox daha önəmli olar. Nəinki müəyyən tapşırıqlar olsun ki, siz bunu edin, nəticəsini sonra mən axırda deyəcəm. Elə yox. Daha çox gəlin bunu edək, çünki bunu bu səbəbdən edirik. Bunun sonu, ən sonda belə bir bizim işimizə ümumi töhfəsi olacaq. Yəni bu istiqamətdə bütün komanda eyni ideya uğrunda çalışanda həmişə həm risklərin öhdəsindən gəlmək, həm bütün istiqaməti düzgün tutmaq daha rahat olur. Yüksəlişdə də eyni bu üsuldan istifadə edirdiniz. Bəli. Çünki orada həm də rəqibsiz axı bir komanda üzvü olsanız da başa düşür ki, rəqibdir və qalib gəlmək istəyir. Əlbəttə, yəni iş prosesində yüksəlişdən daha asandır. Çünki iş prosesində bir subordinasiya var. Əvvəlcədən müəyyən olunmuş istiqamətlər var və hamı bu istiqamətin mütəxəssisidir. Yüksəlişdə fərqli istiqamətlərdən, fərqli belə background deyirlər buna daha çox. Yəni fərqli sahələrdən gəlmiş adamlar və biz orada tapşırığı кейsi yalnız 5-6 dəqiqə əvvəldən görürük. Dediyiniz kimi hamı bir-birinə rəqibdir və hamı eyni statusdadır. Burada artıq düşünürəm ki, ideya və strateji düşüncə çox önəmli olur. Yəni belə adətən insanlar daha məntiqli ideyanın arxasınca getməyə üstünlük verirlər. Bəzən öz ideyalarını qurban verə bilirlər bunun üçün. Yəni komandadan dəstək görüldükdə, yəni müəyyən bir ideya, o ideyanın arxasında gedən daha uğurlu olur. Bu ideya mənim ideyam olmaya da bilər. Yəni mütləq mənim ideyam olmalıdır. Bunun uğurun yeganə yolu budur, yox. Məsələn, müəyyən кейslər olurdu ki, o keysi mütəxəssislərini əvvəlcə dinləmək daha istiqamət olaraq daha töhfə verirdi və kimin sahəsidirsə, yaxşı olar birinci həmin insanı birinci dinləmək, sonra artıq onun üzərində bir strategiya inşa etmək daha uğurlu olurdu. Və yenə də burada da ən önəmlisi kommunikasiya olaraq bütün hamının əməyi olsa, hamı komanda şəklində işləsə hər zaman daha uğurlu olur. Bax, deyirsiniz ki, insanlar məntiqli ideyanın arxasınca getmək istəyir. Siz yəqin məntiqsiz ideya ona deyirsiniz ki, orada rəqəmlər yoxdur, statistika yoxdur, düzdür? Maliyyəçilər hər halda məntiqsiz ideya buna deyəcək. Bəli, adətən bütün maliyyəçilər biz məsələn buna büdcəmiz, tamam ki, ideya qulağa xoş səslənə bilər, amma bizim büdcəmiz çərçivəsində biz bunu əhatə edə bilərikmi? Məsələn, bu çox önəmlidir. Tamam, çox yaxşı bir ideya ola bilər ki, amma deyirik ki, bizim zamanımız və büdcəmiz, bütün maliyyəçilər həmişə büdcə və zamana baxır mütləq ki, yəni büdcəmiz və zaman bizdən istənilən zaman çərçivəsində ən yaxşı nəyi edə bilərik? Bunları strukturlu şəkildə uyğunlaşdıranda yüksəlişdə çox da çətin olmadı komandanı inandırmaq. Aydındır. Biz bugün qərarların qəbulunda risk və qeyri-müəyyənliklərin idarə edilməsi mövzusunda danışırıq. Hələ ki vaxtımıza var və mövzu ilə bağlı siz də nəsə demək istəsəz bizimlə əlaqə saxlaya bilərsiniz. Telefon nömrəmiz açıqdır. İşinizi asanlaşdırmaq üçün telefon 012 404 11 22. Beşinci yüksəliş müsabiqəsinin qalibi və risk mütəxəssisi Fərid Mustafayev da studiyamızdadır. İndi isə Fərid, istəyirəm görünməyən risklər haqqında danışaq. Çünki siz əvvəlcə dediniz ki, elə bəzi risklər var ki, bilinir, görünəndir. Bəziləri isə var ki, yox. Məsələn, bu kateqoriyaya görünməyən, ölçülə bilməyən risklərə daha çox nəyə aid edirsiniz? Məsələn, müəyyən hadisələrin şirkətlərin reputasiyasına təsiri. Bunu biz rəqəm olaraq hesablaya bilmirik. Deyə bilərik ki, məsələn, bu hansısa bir hadisə oldu və bunun bizim şirkətimizə çox neqativ təsir oldu. Hansısa tanınmış media qurumunda bizim şirkətdə əməkdaşlar haqqında, əməkdaşların iş münasibətləri haqqında bir
yazı dərc olundu və bu yazıda kifayət qədər məntiqli məqamlara toxunulub, tutalım ki. Bunun çox ciddi reputasiyası var. Biz həm öz nüfuzumuzu itiririk, həm gələcək işçilərimizi, potensial işçilərimizi itiririk, həm indiki işçilər arasında narahatlıq olur. Əlbəttə ki, bunu biz rəqəm olaraq ölçməyimiz həmişə çətin olur. Yəni reputasiya itkimizin bizə rəqəm olaraq hansı dərəcədə qayıdacaq, hansı müddətdə zərər olaraq qayıdacaq, bunu bilmirik. Bu kimi risklərin ölçülməsi və ya strateji Məncə onu da bilmək olar. Yəni hesablanması çox çətindir. Baxmaq olar ki, yəni yaşadığımız cəmiyyət nə qədər bir məsələni yadında saxlayır. Belə yanaş və həmin satışlar nə qədər hansı markalarla aramız korlana bilər. Məsələn, satışlar nə qədər düşəcək və təxminən orada da bir nəticəyə gəlirsən. Yox, səhv Bəs hesablayıram. insanlar bunu nə vaxtda unudacaqlar? Bunlar artıq bilinməyəndir. Yəni düşünürəm ki, həm sahənin hansı sahədə fəaliyyət göstərməyin, həm rəqiblərin bundan necə istifadə edəcəyinin hamısının təsiri böyükdür. Ola bilər ki, məsələn bir geyim markası haqqında bir skandal bir xəbər oldu. O biri markalar ondan lazımı anında istifadə edib onun bazar payını götürə bildimi? O sadəcə bu qısa müddət ərzində oldu, sonra unuduldu şirkətin 3-4 reklam kampaniyası və ya başqa bir faktor səbəbindən unuduldu. Yəni burada onu hesablamaq həmişə çətin olur. Çünki buna müştərilərin seçimlərini proqnozlaşdırmaq çox da asan olmur. Yəni hansı reaksiyası ola bilər ki, buna həddən artıq overreaction deyirlər. Buna həddən artıq çox reaksiya verilməyi və ya ola bilər bunun çox rahat örtbas edilməyi də ola bilər. Yəni ona görə bunu hesablamaq heç də asan deyil. İndi məsələn bu halda şirkət nə edir? Hansı addım atır? Bəli, hesablamaq olmur və indi reputasiyamız da yaxşı deyil. Nə edək? Bu prosesdə belə bir yanaşma var ki, ilk 6 saat qaydası deyilir ki, buna ilk 6 saat ərzində cavab vermək həmişə şirkəti daha yaxşı vəziyyətdə saxlayır. Bunu necə izah edə bilərik? Əgər olubsa həqiqətən bunu inkar etməyin heç bir mənası yoxdur. Deyirlər ki, məsələn bu kimi mediada yayılan məlumatlar var, biz bunu araşdırırıq, ən qısa zamanda məlumat veriləcək. Burada şəffaflığı qorumaqla və həmin prosesin artıq sonra olmaması üçün hansı addımlar atılacaq? Bir plan, tədbirlər planı verməklə düşünürəm ki, ən az zərərlə bu şəkildə çıxmaq olar. Nəinki onu inkar etmək. Çünki əgər bu varsa və bu sübut olunması çox da çətin olmayacaq. Yəni şirkət inkar edərək bunu bir nəticə əldə Amma həmişə inkar edib və təsdiq etmirlər. Bəzən olur ki, sadəcə heç bir reaksiya vermirlər. Bu necə? Bu artıq həmin xəbəri dərc eləyən, tirajlayan artıq media qurumunun nüfuzundandır. Əgər məsələn ölkədə və ya dünyada çox nüfuzlu bir media qurumu hansı ki, o insanlar tərəfindən müsbət reputasiyası var, onun xəbəridirsə də buna heç bir reaksiya verməmək əslində heç də uğurlu olmayacaq. Amma əgər bir-birindən kopyalanan standart xəbərlərdirsə, artıq ona reaksiya verməyin özü vaxt itkisi olur, həm də ki resurs itkisi olur. Yəni onları bir qayda olaraq, yəni nəzərə almamaq da olar. Aydındır. Fərid, artıq sona doğru yaxınlaşırıq və istəyirəm ki, siz ola bilər ki, bizi dinləyənlərdən kimsə növbəti dəfə yüksəliş müsabiqəsi başlayır, sonra qoşulmaq istəyəcək. Həmin insanlara nə tövsiyə edirsiniz? Ümumiyyətlə kimlərə maraqlı olmalıdır müsabiqə, kimlər qatılsa daha yaxşı olar və necə qalib gəlmək olar? Məncə hamıya maraqlıdır və düşünürəm ki, yüksəliş müsabiqəsində hamı qalib olub-olmamasından asılı olmayaraq mütləq nələrsə qazanıb. Yəni mən ilk dəfə 4-cü yüksəliş müsabiqəsinə qoşulmuşdum. Həmin anda qərar verdim ki, artıq mən 5-ciyə də qoşulmalıyam. Və müəyyən qədər qalib olanda o təəssüf hissi var idi ki, 6-cıya qoşula bilməyəcəm. Çünki ola bilər ki, bizim iş prosesində adətən əksərən rutin işlər və bizimlə eyni sahədə çalışan adamlar var. Amma mən hər iki yüksəlişdə çox fərqli baxış bucaqları gördüm. Yəni hamını inkişaf etdirir yüksəliş müsabiqəsi. Burada qalib olmaq üçün xüsusi bir formulu yoxdur. Nəzərə alsaq ki, qaliblərin hərəsi başqa istiqamətlərdən gəlirlər və başqa bacarıqlara malikdirlər. Amma əsas mən nə deyərdim? Əsas özünə inanmaqdır və prosesdən zövq almaqdır. Əgər yüksəliş müsabiqəsinə qalib olmaq məqsədi ilə qoşulma varsa, yəni böyük ehtimalla uğurlu olmur. Əsasən prosesdən zövq almaq, yəni alınsa olur. Məncə günündə olmaq məsələsi mütləq var. Yəni mən qalib qoşuldum və mütləq qalib olacağam deyə bir şey məncə yoxdur. Amma məğlub olmanın səbəbini anladınız? Niyə 4-də məğlub oldunuz? Bəli, əlbəttə səhvlərimdən birinci insan belədir ki, həmişə qəbul etmir uğursuzluğu və düşünür ona bəhanələr axtarır. Amma ikinci prosesdə artıq oturub soyuq başla təhlil edəndə boşluqları və inkişaf etdirməli olduğum yerləri gördüm. 5-ci müsabiqə üçün onların hamısını inkişaf etdirdim. İndi paylaşacaqsınız yoxsa
Yəni strategiya mən öz üsulumla müəyyən qədər danışa bilərəm. Strategiya cəhətdən müəyyən qədər düzgün və strukturlu danışmaq. Məsələn, mən çox insanlar gördüm, kifayət qədər yaxşı ideyaları var, kifayət qədər yaxşı danışırlar, amma struktursuz və dağınıq danışırlar. Adətən komanda bu ideyanı mənimsəmir. Çünki məsələn başlanğıcda deyir ki, bizə bu qədər pul lazımdır. Sonunda deyir ki, strategiyamız üçün biz bunları edəcəyik. Daha çox biz nə edəcəyik, hansı müddət ərzində edəcəyik, nə qədər pul lazımdır, potensial nəticəsi necə olacaq. Bu 4 mərhələni, buna nöqtələri düzgün birləşdirib, ardıcıl birləşdirsələr, məncə yerdə qalanlar artıq öz bacarıqlarından asılıdır. Məncə kifayət qədər uğurlu ola bilərlər. Yəni siz artıq bir düstur anlamısınız da, danışığı belə quranda nəticə yaxşı olur. Şansı artırır deyə bilərik. Aydındır. Fərid, çox sağ olun bir daha gəldiyinizə görə. Edirəm. Biz bugün qərarların qəbulunda risk və qeyri-müəyyənliklərin idarə edilməsi haqqında danışırdıq. Həm söhbətimizə 5-ci yüksəliş müsabiqəsinin daha bir qalibi olan Fərid Mustafayev idi.